Laçın rayonunun Minkənd kəndi. Yoncalı yal, mərkədlanan ərazi, uzaqda başı qarlı dağlar da görsənir. İşıqlı dağ da görsənir. Bura bizim çadırımız. Bu işçi Bayram əmmin qurdu bu çadırlar və belə bura bizim arıqxana. Səhər tezdəndir deyə hələ karlar işə çıxmayıbdır. Toyuqlarımızın hini, amma hələ gözləri görsənmir, bilmirəm haradadır. Bu da həmişəki kimi kəndə gələrkən formalaşdırdığım səhnə. Sənəklər, sənəyin bir aşıqdır. Bütün əsr. Eyni zamanda burada Sağrı burağının suyunu çəkib gətirmişik bura. Burada belə bir krantımız da var. Baxın bu ümumiyyətlə yolla nə xan sudur. Ve orada ağ hissədə. İnşallah bu gün istəyirəm Allah verdi əminlə çıxaq bitki yığmağına. Mikşək kötü, qantəpə, gül xətmi, çoban yastığı və s. bizə nə çəksə. Buralarda gətirib söyüd budaqlar əkmişəm. Bir də burada məsəl üçün. Görəyini bir təşlər yoxsa yox. Sağlı bulağının suyu. Allah verdi əminlə gəlib çıxmışıq buralara. Əsasən Qantəpə axtarırıq. Bu da kənd sakinləri arasında Rus yolu adı ilə tanınan yol. Ağacımızı götürək. Bu da həmin bayaq qeydlədiyim Rus yolu. Bak bura Telman'ın veridir. Ha, Diyor. O tarafta alnı galatası. Bu taraf gelir Bunayal'ın dal tarafına. ha bu da bu daşlı yerdə, hə qalaça? Hə, alının qalaçası bax. Alnın galatası. Yaxınlaşdırım onu biraz. Ha çok görmeli yerler var. Şeklinde. Ha, bu yolla indi çıxırıq yuxarı.
Kar var dağda. Bizim ordumuzun her zaman istifade ettiği düşer çeşme bir yerlerden biri. Bu təlim zamanı ordumuzun nişan aldığı hədəfdir. Buralar belə qan təpəlikdir. Hər tərəf qan təpəlidir. Bu mənim sapoğum. Yıktığımız bitkiler de bunlar da belə sərmişəm bunu belə ki. Belə sərmişəm ki yerde yanmasın. Bu da təzə yığdığım da krokun içində. Kekotu yığmamışam. Çünkü onu çok yığmışam ki bunu yığmadım. Hacı Aral'dan çıktı.